qozqara ağacında tən köbələk. Düyün almışam. Bax, bu qozqara ağacının köbələyidir. Əla. Fikir verirsiniz, bax. Aha. Bunları indi biz deməli suya qoyacağıq. Suya qoyaq, bunu artlayaq. Suya niyə qoyuruq? Bu suda ən azı 1 saat qalmalıdır. 1 saat qalır ki, bunun bu yarpaqların arasında olan çirklər, zadlar hamısı çıxsın. Bunu biz xırda-xırda belə ayırırıq. Fikir verirsə, bunlar balaca hissələrə bölünür. İndi bunun pişirmə qaydasında sizə deməli göstərəcəm. Bax, bunlar hamısını xırda hissələrə böldük. Nəyə görə? Bir daha təkrar edirəm. Bu yarpaqların arasında olan deməli toz hamısı keçsin. Bax, fikir verirsiniz, təzə qəşəng köbələkdir. Sadəcə biz bunu artlamalıyıq. Bax, bu qəşəngdir. Əla, çox xırda bir köbələkdir. Bunu bizdə kənddə bundan daha çox yığırdıq. Qozqara ağacında bitirdi. Quru ağac idi. Qozqara ağacı deyirdik. İndi bilmirəm, o ağacın əsl adı deməli dəmir ağacdır. Dəmir ağac deyirlər. O dəmir ağacın da əsasən quru hissəsində olurdu. Ümumiyyətlə, burada mən bir neçə dəfə rast gəlibdi mənə. Sumqayıtda da deməli baxmışam. Sumqayıtda quru şam ağaclarının üzərində də bitir. Üzərində də bitibdir, onları da görmüşəm. Ancaq əsasən, bax, bunu Gədəbəydən gətiriblər. Gədəbəydən gələn köbələk, yəni əsl o qara ağac mən dediyim o ağacdan olan köbələkdir. Bax, bunu belə elədik. İndi xırda hissələrə böldük. Bax, bir hissəsi artıq köküdür, bunu tulluyuram. Sonra bu köbələyimiz